Salam dostlar. Deməli bu dəfə sizin üçün keçən dəfə dediyim kimi hansı aparatlar almışam onu göstərəcəm. Deməli 2 aparat aldım. Bir bu dırnaq qurutma, gel qurutma aparatını. Bir də bu frezer aparatını almışam. Dırnağı həm manikür etmək üçün, həm də təmizləmək üçün, dırnaqdan geli təmizləmək üçün bu aparatı almışam. Və son, yəni dediklər kimi aparat alanda ən məşhur olanı budur. Yəni Sun markasıdır. Sizə çalışın bu markadan alın. Mən aldığım Sun 5 Plus'dır. Digər isə belə, bu da demək olar ki, eksen ustalarda olan aparatdır, frezer aparatıdır. Deməli, bunu neçəyə almışam? Bunun buralarda qiyməti olmalıydı. Haradasa. Hə, bunu 45 manata almışam. Bunu da neçə almışam? Bunda bu 65 manat idi, amma 65 manat almadım da. Bunu 50 idi, 50 idi neçə idisə bunu alanda. Bu da 45 idi, səhv eləmirəmsə bunu 35 aldım. Bu da 65 idi, səhv eləmirəmsə 55 almışam bu iki aparatı. Bundan başqa aparat almamışam. Deməli, bundan başqa almaq olardı. Yəni, əgər bütçəniz varsa, ala bilərsiniz. Toz üçün, tutaq ki, geli təmizləyirsinizsə, altına yerləşdirirsiniz həmin aparatı. Dırnağın tozunu, qırıntılarını falan hamısını üzünə çəkmək üçün olan aparatdır. Hə, dırnağı təmizləyəndə dırnağı üstünə qoyursunuz. Bütün tozu falan təmizləmək üçün. Sadəcə mən yenə deyirəm, mən hələ ki evdə özüm üçün eləyirəm deyə, yəni stolun üstünə başladım mən necə eləyirəm? İri bir salfetka sərirəm. Dırnağı onun üstündə təmizləyirəm. Daha sonra onu salfetkanı atıram gedir. Yəni toz torpağı da onun üzərinə yıxılır. Amma üzümə mütləq şəkildə maska taxıram. Çünki toz qırıntıları insanın nəfəsinə falan gedə bilər. Onun üçün yəni üzümə maska mütləq şəkildə taxıram. Bir də başqa bir nə ala bilərsiniz? Bir də sterilizasiya aparatı var. Onu ala bilərsiniz. Sterilizasiya aparatı da ki, bu istifadə etdiyiniz frizerlərdir və ya digər əsasən bu frizer başlıqlarını sterilizə etmək üçün o alınmalıdır. Onu da mən dostlar üsulla necə edirəm, onu da sizə deyərəm. Belə aparatı göstərim sizə. Belə Sun 5 Plus aparatıdır. Bu şekilde. Evet, budur. İstifadə elədikdən sonra təzədən qaytarıram, öz yerinə qoyuram. Bu belə normal bildiğiniz aparatdır içərisində adaptörüdür. Belə dərəcələri falan var, saniyəsi falan var. Qurutmağı əladır. Yəni hamının qurutduğu şəkildə də, yəni saniyədə qurudur. 20 saniyə, 60 saniyə belə qurudur. Yəni normal gel 60 saniyədə qoyuruq, 60 saniyədə qurudur. İşıqları iridir, hamısı yanır. Alanda mütləq şəkildə bunlara fikir verin. Bütün lampalarını yoxlayın ki, lampalar hamısı yanmalı olsun, yansın. Sonra keçək bu frezer aparatına. Bu frezer başlığını qoymaq üçün olan da budur. Belə. Bunu çıxardım burada. Görürsünüz deyə. Belə bir başlıqdır. Bu fikir verin buna. Belə buradan açılır, çıxardırsınız, dəyişirsiniz. Təzədən bunu belə bağlayırsınız. Belə. Bir də frezer aparatı alanda fikir verin ki, həm sağa, həm də sola başlıqlar fırlana bilsin. Bunu bura qoyuram. Bu indi içərisində açılır. İçərisində belə bir başlıqlar olur. Bunlardan çox istifadə etməm. Demək olar istifadə etməm. Çünki yonma demək olar keyfiyyəti yoxdur. Demək olar ki, yonmur. Sadəcə içərisində nə üçün qoyublar? Yəqin formal xarakter olaraq qoyublar. Bunu bağlayaq. Onda yanmaz derdi. Bu aparatı. Bunu da toka taxırsınız. İşləyir. Bu aparatı da, başlığını da bunun arxasında, qabağımda üzüstürüm, burada yeri var. Burada taxırsınız. Burada fikir verin. Həm sağa, həm də sola var. Görürsünüz bu hissədə. Həm başlığı həm sağa çevirmək üçün, həm... Bu şəkildə. Bunun başlığını çevirmək üçün sizə tərəfini buradan bu düyməni basırsınız. Artıq yandırırsınız. İndi isə digər tərəfə. Baxın bu tərəfə, sol tərəfə fırlanır. Bu şəkildə. Sonra yendirəndə də bağlayırsınız, söndürürsünüz. Bu şəkildə istifadə edirsiniz. Belə. Digər aparatımızı da yandırmışam. Sunu. Əlinizi qoyursunuz, yanır. Mən söndürmüşəm. Yandı. Vaxt gedir. İstədiyiniz vaxtda qoya bilərsiniz. 60-dır, 30-dur, 20-dir. 10 saniyə. 60, 30, 10 saniyə. Qoyuruq. Bütün lampaların yandığından əmin olun. Vaxtı bitdi. Alanda mütləq şəkildə də yoxlayın ki, bütün lampaları hamısı yanmış
olsun. Aha, belə. Görürsünüz, bütün lampalar da yanır. Belə bu şəkildə. Mən bu qiyməti alanda dostlar bu aparatı, son aparatını mən digər bir mağazaya yaxınlaşmışdım. Orada xanım mənə dedi ki, bəs sizin aldığınız bu qiymətə heç vaxt orijinal aparat ola bilməz. Bu 100% podelka aparatdır. Düzün desəm, yəni mən məlumat yox idi da, yəni heç ayrı da bilmirəm ki, hansı yəni podelkadır, hansı orijinal məhsuldur, hamısı digər yəni məhsullardır. Onları ayrı da bilmirəm açığı desəm. Yəni mən bildirdim ki, mən bu işə yəni özüm evdə öyrənmək üçün başlayıram. Hələ peşəkar bir fəaliyyətə başlayacağamı, başlamayacağamı bu haqda da yəni bilmirəm də, məlumatım yoxdur. Ola bilər ki, heç mən evdə sadəcə öyrəndim, yəni peşəkar fəaliyyət eləmədim də, yəni usta kimi fəaliyyət göstərmədim. Ona görə düşündüm ki, elə mənim üçün orijinal buna bir 100 manat, 65 manat, yəni dediyinə görə 90 manat var qiymətləri verməkdənsə gül kimi istifadə edirəm də, gözəl məhsuldur. Həm mənə nə lazımdır? Dırnağı qurudur vaxtında, yəni deyilən vaxtda qurudur. Belə yəni axma falan olmur. Yəni necə axma tutaq ki, qurudana qədər və ya da dırnağın altında boşluq falan qalmır. Vaxtında qurudur, geli qurudur. Lakı falan hər şey qurudur. Belə ona görə də razıyam aparatlarımdan. Bu aparat düzdür. Bu aparatdan biraz ucuzu da var idi. Amma elə nəsə bu aparatı seçdim. Çox razıyam aparatdan. Çox güclü aparatdır. Yəni bu dərəcəsinə qədər çox maksimum fırlana bilir. Belə hə dostlar, dedim ki, sizə deyəcəm sterilizə aparatını yeyə bilərsiniz. Mənim özümün evdə balaca bir qazançam var, belə aldım. Yəni o qazançanı sırf bu aparatın başlıqlarını təmizləmək üçün istifadə edirəm. Balaca bir qazançadır və spirt almışam. Dostlar, litrli spirtlərdən almışam. O qazançanın içərisinə doldururam spirti, qoyuram başlıqları onun içərisinə saxlayıram. Deməli, əvvəlcədən qaynar suda, o qazançanın içərisinə qaynar su qoyuram. Frizerlə başlıqları qoyuram onun içərisinə, qaynayır. Yəni o qazançanı o məqsədlə istifadə edirəm də. Qaynayır, frizerlər içərisində, frizer başlıqları onun içərisində, qaynar suda qaynayır. Bir seriyada mikroblar öldü mü? Daha sonra həmin qazançanın içərisində spirt tökürəm. Başlıqların üzəri spirtlə dolana qədər. Spirt tökürəm, saxlayıram 1-2 saat ərzində saxlayıram. Ondan sonra da götürürəm, spirti tullayıram və başlayıram frizer başlıqlarını istifadə etməyə. Belə bu şəkildə, əgər sterilizə aparat almaq imkanınız yoxdursa, bu şəkildə də Qustav üsulla, yəni özünüz üçün sterilizə aparatı yarada bilərsiniz. Belə dostlar, bugünkü videomuz bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. İzləməyi unutmayın. Nəsə sualınız olsa deyə bilərsiniz. Şərhlərdə yaza bilərsiniz.